Mən təkcə onu istəyirdim ki, Putifar nə gizlində, nə aşkarda ona xəyanət eləmədiyimi bilsin. Hökümdar Amonhotep də bilsin ki, Yuzarsif heç də xəyanətkar deyil. Bilsinlər ki, Allah heç vaxt xəyanətkarları hiylə vasitəsilə məqsədlərinə çatdırmaz. Yuzarsif, necə oldu ki, Misrin qadınlarının qarşısında müqavimət göstərdin və onlar sənə qalib gəlmədilər? Mən özümü tərifləmirəm. Özümü eyb və nöqsanlardan pak bilmirəm. Aldadıcı nəfs məni də insanların bir çoxunda olduğu kimi pis, çirkin əməllərə vadar eləyə bilərdi. Lakin Pərverdigarım mənə rəhm eləyərək bu qadınların şərindən xilas elədi.